Deyək ki, əmlakın 200.000 manat qiyməti var, 100.000 manatı birgə nigah dövründə ödənilir. Bu artıq birgə nigah dövründə əldə olunmuş əmlak olduğu üçün birgə əmlak sayılır və hər ikisinin 2/1, yəni 50-50 payı var. İndi 100.000 qalıb, amma bunlar artıq bu gün boşanmaq istəyirlər. Bu necə olacaq? Əmlak qiymətlənəcək 200.000 manat, hərracda satılacaq 200.000 manata, 100.000 banka ödəniləcək, yerdə qalan 100.000 aralarında bölünəcək və yaxud da bir tərəf digər tərəfə çıxardacaq, həmin o 50.000 manatı verəcək, deyəcək, sən sağ, mən salamat, mən yerdə qalan borcu ödəyəcəm. Bu ilə də bağlı aralarında bir mediasiya sazişi bağlayacaqlar və məhkəmə qətnaməsi. Bu proses çox uzun. Onun ən sadə yolu adamların vəzifələrini alıb, mediasiyada sazişi Banklarla bağlı bir suallar maraqlı olar. Nə qədər ki, mediasiya qanunçiliyi mən düşünürəm ki, inkişafa doğru, yəni demirəm tamamdır, tamdır, amma inkişafa doğru getməlidir. Mediasiya məsələsində çoxlu problemlər olur. Mediasiya sazişi bağlanılır, amma sonra mediasiya icra olunmur. Onun icra mexanizmi bu dəqiqə qanunçiliyidə boşluq var. Ona görə mən məsələn məsləhət görərdim ki, mediasiya yox, notarial qaydada barışıq sazişi bağlasınlar və məhkəmədə qərardatla, yəni qərardat çıxarılmaqla bu nəticəyə nail olsunlar. Niyə görə? Çünki artıq qərardat mübahisə edilməsə, bu belə deyək də mübahisəsiz bir hal olacaq və mütləq qaydada icra olunacaq. Amma mediasiyada bir problem var. İndi fikir ola bilər. Amma qanun nə deyir əslində? Mediasiya problem odur ki, qanun deyir ki, arasında 2/1 pay düşür. Qanun deyir hər iki pay hissəsi var, amma bunu müəyyən edən məhkəmədir. Yəni qanundan öncə. Amma mediasiya məsələsində, mediasiyada belə bir problemlər var. Biz də rast gəlmişik, hüquqi yardım göstərmişik. Mediasiya icra olunmadıqda tərəf yenidən müraciət etməlidir. Məhkəməyə həmin mediasiyaya icraya göndərilməlidir. Burada bir vaxt itkisi olur yenidən. Yenidən. Məsələ burasıdır ki. Buyurun. Müəllim də qeyd edir. Hüquqşünaslar özləri mübahisə edir. Bu çox gözəldir. Hələ ev bölgüsü saxlayın. Bu çox gözəldir. Biz mübahisə eləmirik. Biz mübahisə eləmirik. Fikir mübadiləsi eləyirik. Bunun yəni deyir ki, yolu nədir? iki hüquqşünas olan yerdə həmişə üç müxtəlif fikir olur. Bu çox gözəldir, mənim üçün də xoşdur. Amma qanuna əsaslanmalıyıq da bütün hallarda. Təbii ki, qanuna əsaslanırıq. Mənim dəyərli həmkarım qeyd edir ki, qanunda boşluq var. Qanunda boşluq yoxdur. Məsələ bunun icra mexanizminə bağlıdır ki,